Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bugün çox ləzzətli ana yemək reseptini təqdim edirəm. Əvvəlcə 1 kiloqram kartofun qabığını təmizləyib barmaq şəklində doğrayaq. Tavaya yağ əlavə edib kartofu qızardıq. Qızardan zaman duz əlavə etməyi də unutmayaq. Qızartdığımız kartofu soba qabına əlavə edək. Eyni tavaya biraz daha yağ əlavə edək. Üzərinə kub-kub doğranmış 1 ədəd soğan və 500 qram qiymə əlavə edib qovuraq. Yarım çay qaşığı duz, qara istiot, sarı kök, şirin toz qırmızı biber, toz sarımsaq və 1 təpələmə yemək qaşığı un əlavə edib qovurmağa davam edək. 2-3 yemək qaşığı pomidor püresi, yaxud 1 dolu yemək qaşığı tomat pastası və ətin üzərini keçməyəcək qədər isti su əlavə edək. Ara sıra qarışdıraraq su çəklənədək bişirək. Bişirdiyimiz qiyməni də soba qabına əvvəlcədən qızartdığımız kartofun üzərinə yayaq. Son olaraq 100 qram Holland pendirini sürtkəcdən keçirib üzərinə səpək. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada pendir əriyib qızaranadək bişirək. Yeməyimiz hazırdır. Servis zamanı istəyə görə üzərinə göyərti səpmək olar. Çox dadlı olur bu yemək, mütləq yoxlayın. Əgər kanalda daha çox yemək resepti paylaşmağımı istəyirsinizsə, bu videonu like edib rəylərdə yazın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.